Hər il Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra ağır fəsadlar baş verir. Belə ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması da sonda acı nəticələrə səbəb olur. Maraqlıdır, bu kimi halların qarşısını almaq üçün təhlükəsizlik baxımından daha nələr nəzərə alınmalıdır? Belə ki, bayram tonqalları qalanarkən ətraf mühitə, insanlara, əmlaka zərərin dəyməməsi təmin olunmalıdır. Qalanan tonqallar, elektrik naqilləri, ağac, avtomobil, ev və digər yanar materiallardan kifayət qədər uzaq məsafədə təşkil olunmalıdır. Bayram tonqalının ətrafında olan azyaşlılar mütləq valideynin nəzarəti altında olmalıdırlar ki, hər hansısa bir davranış və ya bir-birləri ilə etdikləri zarafat nəticəsində yanma halları ilə rastlaşmasınlar. Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev onu da qeyd edib ki, tonqal qalanarkən yanında yayılma ehtimallarını nəzərə alaraq çəlləkdə və ya xüsusi dəmir qablarda su saxlanılmalıdır ki, hər hansı bir hadisə baş verərkən dərhal su ilə müdaxilə etmək mümkün olsun. Tonqal qalanarkən tonqalın hündürlüyü maksimum 1,5 metr olmalıdır. Daha hündür tonqalların təşkil olunması təhlükəsizlik baxımından riskli hesab olunur. Azyaşlıların və ya insanların tonqalın üzərindən tullanması zamanı tonqalın hündürlük məsafəsi 1 metrdən də daha aşağıya yəni enməlidir. Eyni zamanda Novruz bayramı ərəfəsində evlərdə xüsusi adət-ənənələrimizə uyğun olaraq şamlardan istifadə olunur. Bu şamlar daim nəzarət altında saxlanılmalı, pərdələrdən, tez alışan materiallardan uzaqda qoyulmalıdır. Unutmayın ki, bu kimi qaydalara biganə yanaşmaq həyatımız üçün birbaşa təhlükə yaradır.